İş həyatında hər birinin qarşısına belə bir problem çıxa bilər. Tutaq ki, böyük bir kollektivdə işləyirsiniz və kompüterdən durub harasa gedirsiniz. Məsələn, bir 10 dəqiqəlik, 15 dəqiqə və yaxud yarım saatlıq, 1 saatlıq. Yəni siz olmayanda kompüterin qarşısında kimsə oturmasın, kompüterinizə kimsə baxmasın deyə fake bir ekran açılır. Ya kompüterimizdə ya güncəlləmə gedir, ya kompüterimiz ümumiyyətlə açılmır, xarabdır. Belə bir deməli görüntü yaratmaq istəyirik ki, heç kəs sizin kompüterinizə yaxınlaşmasın. Onun üçün biz Chrome açırıq. White screen online. Ekrana açılan səhifə bu belə olacaq. Burada biz qara ekran, qırmızı ekran bu formada fonlar seçə bilərik. Və yaxud da ki, aşağı düşürük belə bir hər hansı bir burada göstərilən nümunəyə uyğun hər hansı bir baxın fake görünüş yarada bilərik. Ya kompüterimiz xarabdır və yaxud da ki, Windows 10 əməliyyat sistemində baxın güncəlləmə gedir. Bunu seçirik bəlkə. Seçdik. Bax, ekranı bu formada olacaq. 47 dəqiqə. Yəni burada hazırda 47 dəqiqədir. Biz burada məsələn fikirləşirik ki, 10 dəqiqədən sonra qayıdırsan, 10 dəqiqəlik və yaxud 20 dəqiqəlik bir isə məsələn tutaq ki, burada yazılır 30 dəqiqə. 30 mən fikirləşim 30 dəqiqə qayıdacağam. Burada nəsə faizdən başlasın, onu seçdik və beləliklə ekranımız bu vəziyyətdədir. Gedib rahat işimizin gedə bilərik. Çünki burada artıq gələn adam kimsə kompüter yoxsa görürsə burada güncəlləmə gedir və kompüterə toxunmayacaq. Bu qədər sadə. Maraqlı oldusa paylaşın, dostlarınız da bilsin. Əgər bu rejimdən çıxmaq istəyirsə, S düyməsini vururuq və normal vəziyyətə qayıdırıq. Normal ekrandayıq.